şure. Rəqsə gəl divanə var, gir xərabat içində gör bu şuri qovğa nədir? Həmən analogiyanı biz Nəbatinin də ruhani ustadı olan Nəbati bir Səfəvi şairidir, Dədə Ələsgərdə bir Səfəvi ozanıdır. Xətayıda görürük. Qırxlar meydanına vardım, gəl bəri ey can dedilər, səlam verdin izzət ilə, gir işdə meydan dedilər. Gir səmaya, belə oyna, silinsin, açılsın ayına, 40 il bir qazanda qayna yenə çiğ bu tən dedilər. Xətayı semaya gəlirdi. Sema nədir? Deyirəm bizim sənətkarlarımıza, deyirəm, soruşuram. Semai Şəms zərli muğamının adı sizcə nə anlama gəlir? Deyirlər, Şəms ərəbcə günəşdir, səma da fars dilində göydür, göydə günəş. Deyirəm, axı, onda izafət olardı Şəms-i sema. Bu Semai Şəmsdir. Bəs nədir? İzah verirəm, sağ olsunlar, heç olmasa ən azından dinləyirlər. Dinləmək çox daha böyük bir mərifətdir. Sema, sin, mim, əlif, həmzə. Əliflər bundan ibarətdir. Sondakı boğaz, həmzə, sema. Ərəb dilindəki səmiət sözündən gəlir. Namaz qılanlar bilir, səcdədən qalxanda, rüküdən qalxanda səmi'allah, belə həmdə deyirik. Eşidən Allah. Səmiə eşitmək, semah. Bu rəqsi, rəqs dediyimiz o dərvişləri görmüşsünüz Mevləviləri, bir əli haqdan alır, bir əli xalqa verir, dönürlər bu cür. Onun müxtəlif formaları var, bizim gördüyümüz Mevləvilərdir. 100-dən yuxarı sufi təriqətin hərəsinin ayrıca semah rəqsi, özünün ayrıca musiqi materialı, özünün ritmik zənginliyi var, özünün məqam özəllikləri var. 100-ə yaxın, bəlkə 100-dən artıq sufi təriqəti. Gözlərimi də görmüşəm, içlərində olmuşam, bu gün də varam, onlar üçün şehir göndərirəm, musiqi göndərirəm, davamlı əlaqədəyəm, bunun işin birbaşa iştirakçısı olduğum üçün belə qoyuram məsələ. Və Azərbaycan təsərrüf məktəbinin bahanələrindən biri olan Təbrizli Şəms rəvayətə görə, Məngəbəyə görə, çünki bir səbəb Məngəbə bilmirik, nədir rəvayət edirik. Məngəbəyə görə öz müridi Cəlaləddin Məhəmməd Mevlana Rumi, Bağdadi, Molla Rumi Həzrətləri ilə yanaşı gedərkən bir zərgər dükanının önündən keçirlər. Baxırlar ki, içəridən səs gəlir, zərgər çaq-çaq, çaq-çaq deyə çəkici metalın üzərinə vurur, qızılır. Və Şəms başlayır onun ritmi ilə dönməyə. Soruşur müridi, ustad, neyinirsən? Eşidirəm. Nəyi? Dedi, müsəlmanın ibadət edərkən üzünü çevirdiyi tənha yer Məkkədir. Namazı pozan birinci şərt qiblədə yayılmaqdır. Amma biz sufilər deyirik ki, Allah hər yandadır. Dönə-dönə Allahı hər yanda səsini eşidirəm. Səmiə, semah edirəm. Və izafətdə gəldi Semai Şəms. Şəms Təbrizinin yaratdığı semah və yaxud Şəms Təbrizinin semahı. Bizim bu 4-2 ölçüsündə olan möhtəşəm melodiyalı o zərb muğamımızın və o aşıq havası tərzindəki, yəni dəqiq metroritmik ölçüsü olan instrumental faktura və qeyri-dəqiq metroritmik ölçüsü olan vokal faktura. Bu ikisinin birləşməsi əsl Azərbaycan təsərrüfünün nümunəsidir. Biz zərb muğamlarımızın nəzdində aşıq havalarımızın sirrini açır bilərik. Niyə bizim aşıq? Niyə biz buna hava deyirik? Nə üçün? Şəhrin şöhləsindən buldum bələdi, xoş gəldi xoşuma havalı da baxdı. Pir mənə göstərdi şah məqamını, gördüm cəmbi çox cəlalı da baxdı. Təsəvvür edin ki, Ələsgərə bu şeirlərini buraxıblar, yapışıblar çərşənbə günündə çeşmə başına. Xalqın da qulağına bir 8-6 ritm ötürüblər. Bütün bizim ilahiyyatımız, bütün bizim fəlsəfəmiz 1000 ildən yuxarı xalqın güvəndiyi, söykəndiyi, qılınçdan çox daha qüvvətli olan bir qələmi sındırılıb bugün bizim nə hallara düşmüşük. Böyük imperiyalar dağıldı, Teymur getdi. Teymurdan qalan Gürəmir məqbərəsidir. Amma kim yaşadı? Teymurun qətl etdirdiyi, edam etdirdiyi Fəzlullah Nəyin mövzu. Xətayinin
qurduğu 2.850.000 kvadrat metrlik Azərbaycan imperiyası bugün yoxdur. Amma Xətainin qurduğu mənəvi imperiya bugün yaşayır. Bir daha deyirəm, Şah Xətaidən sonra Azərbaycan xalq təsərrüfü formalaşmağa başladı və gəldi, söhbət xalq təsərrüfündən gedir. Yazılı divan ədəbiyyatına söykənən və məqam muğam sənətinə söykənən elitar təsərrüfdən danışmıram mən. Şifahi ənənəli, Ozan Aşıq musiqisinə və poeziyasına söykənən xalq təsərrüfü, Azərbaycan türk xalq təsərrüfü Dədə Ələsgərdən nəhayət oldu, bitdi. Bu zaman etibarilə də belə oldu. Bəlkə də Dədə Ələsgərin ömrünün son illərində əlinə saz almamağının səbəbi qocalıq deyildi. Çünki o bir zaman Növrə Simana demişdi ki, öz türklər demişəm, yeğenimə. Dedi, oğul, mən toylara gedirəm, pul qazandıram, el arasında oluram, mən yaşayacağım. Amma bu elminlə, bu hikmətinlə sən uzun yaşamayacaqsın. Axı, biz niyə Ələsgərin kodlarını açmağa çalışırıq? Bu adam təsəvvüfün Qəzzali tərəfindən təsbit edilmiş o 4 mərhələsi ki var, şəriət, təriqət, mərifət, həqiqət və hələsinin də içində 7 qapı, tələb, eşq, mərifət, istiğna, tövbid, eyrət, fəna bunları bir-bir şeirlərində açıq şəkildə bildirir. Məsələn, ölməyincə bu sevdadan çətin dönən, usanan, həqiqətdən dərs almışam, təriqətdən söz qılan. Həqiqət, təriqət, mərhələləri ayırır. Buna bizim heç bir, hətta divan ədəbiyyatındakı şairlərimiz belə bu qədər cürət eləməyir. Mən hələ Anadolu Ələvi Qızılbaşlığı və İran, Güney Azərbaycan Əhlihət Yarsanlı Ələvliyini Ələsgərə qatıb, burada mətləbi daha uzadıb, qəlizləşdirmək istəmirəm. Ancaq bir şeyi bilmək lazımdır ki, Şah Xətaidən, yəni Azərbaycan sufizmindən Dədə Ələsgərə qədər gələn yol, din, dindarlıq və təşəyyür, şiə düşüncəsi deyil. Bu təsəvvüf, eşq düşüncəsi. Mən sizi çox yormuyum. Sonda sözlərimin cana, ruha bürünmüş bir söz cisimdir, musiqi onun ruhudur. Sizə Dədə Ələsgərin bir divanisinə bəstələnmiş bir musiqi nümunəsini təqdim edərək sözümü bitirmək istəyirəm, təbii icazənizlə.